çok aliydi, çok söydük. Dərəcə 2 idi bazigerlər. Yəni qəşəng ləms edirdik. Ehsas elədik və getdik qədimə. Vaqəən ləzzət apardıq. Azərbaycanımızın qəni fərhəngindən, gözəl dastanlarından. واقعا bir gözəl teatr və hünərməndانه bir icraya şahid idik. Qaçaq Nəbi nümayişi. Və titi uşaqlardan ki istifadə eləmişdilər. Bu nişan verir ki, elə bu nəsl be nəsl bizim fərhəngimiz titi uşaqlarımızdan ta sinirli insanlardan idamə tapacaq. Vaqəən iftixar edirəm ki, bu gözəllikdə səhnələr yaranır. Bizim Təbrizimizdə böyük bir iftixardır bizə. Rəqs muhtəvay əslidə idi əslən və kamilən eləyə bilər birə ki, əgər tanımır Qaçaq Nəbini, gəlib bu dastanı oxumaqla onun rəşadətlərin və onun dastanın cəryanında olsun. Hamı həmşəhrilərimlə istəyim budur ki, bizim bir tamaşaların həmişə gəlməsindən öz kültürümüzü, öz mədəniyyətimizi ucalsınlar. Bizim arzumuz budur ki, inşallah Təbriz elə dünyada özünə sərf sahibi olsun və teatrın mərkəzi olsun. Arzum odur ki, bu cür projelər idamədə də ola və səhnədə və səhnə arxasında çalışanların hamısından təşəkkür edirəm.